axarına Təranə xanım, deyirəm ara vermədən növbəti əsərə keçək. Bəlkə də burada əyləşən qonaqlarımız öz ürəklərində bayaqdan bəri soruşurlar, bəs filan əsər nə oldu? Necə onu ifa eləmirlər? Bilirsiniz, söhbət hansı əsərdən gedir? Cahangir Cahangirovun unudulmaz Alagöz əsərindən gedir. Bəli. Mümkündür biz Heydər Əliyevi anaq, amma Alagöz əsəri ifa olunmasın. Yenə də onun o səsi, yenə də onun o ürəkdən, içdən gələn ifası həmən qəlbimizdə canlanır, gözümüz önündə gəlib dayanır. Sözləri Zeynal Cabbarzadəyə məxsus bu ölməz əsəri indi eşidəcəksiniz, solo isə Nihad Orucov tərəfindən ifa olunacaq. Qaşın kamandı, qaşın kamandı, kibriklerin ofdur. Qaşın kamandı, qaşın kamandı. Ay kız məndən üz döndərmə amandır. Həsrətinlə hər zaman, həsrətinlə hər zaman gözüm qaldı o yollarda Alagöz. Həsrətinlə hər zaman, həsrətinlə hər zaman gözüm qaldı o yollarda Alagöz. Gözüm qaldı o yollarda Alagöz. Alagöz, Alagöz, Alagöz. Alagöz, Alagöz, Alagöz. Gözüm kaldı o yollarda Alagözlüm. Ay kız məndən üz döndərmə.